إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. وبعد aziz Müslümanlar, bugün Müslümanların sevinç, ferah günüdür. Bugün Müslümanların iki aziz bayramından biridir. Bugün Müslümanların Ramazan bayramıdır. Ve bugün Müslümanların sevinç günüdür. Çünkü Allah Azze ve Celle onlara bu ayı oruçla, ibadetle tamamlamağı nasip etmiştir. Ve Müslümanlar da sevinç, ferah olarak Allah Azze ve Celle'ye şükür olarak bayram namazını kılırlar. Ve bunu bayramla karşılayırlar. Ve Allah Azze ve Celle bu günü bizim için bayram etmiştir. Ve Müslümanın İslam'da cemi iki bayramı var. Ramazan ve Kurban bayramıdır. Ve bu iki bayramın birini biz bugün yaşayırıq. Ve bugün mübarek bir gündür. Hayri, bereketi özünde cem eden bir gündür. Aziz Müslümanlar, İslam dini bize bu bayramı en güzel şekilde geçirmeyi emretmiştir. Bu bayram tekbir günüdür. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber, Allahu Ekber, Velillahil hamd. Bu bayram yemek, içmek, sevinç günüdür. Bu bayram Müslümanların birbirini tebrik ettiği gündür. Aziz Müslümanlar, bilin ki Allah Azze ve Celle ne kadar hayırlar, ne kadar nimetler varsa hamısını bizlere nasip etmiştir. Bizlere buyurmuştur. Şeriatimizde yalnız hayırlar emrolunmuştur. Ve şeriatimizde her bir şer emelden, her bir pis emelden çekindirilmiştir. İslam dini insanların 5 esasını korumak için gelmiştir. Bu din mübarek bir dindir. Bu din özünden qabaqki bütün dinleri nesk eden, hükmünü kaldıran bir dindir. Onların üzerinde hükümran olan bir dindir. Allah Azze ve Celle bu dinle bize emretmişti ki bu din 5 şeyi korumak için, 5 esası korumak için gelmiştir. Onlardan biri insanın dinidir. İnsanın inancıdır. O yüzden İslam en birinci insanın inancını korumaktır. İnsanın inancını koruması için Allah Azze ve Celle bizlere tevhidi emredir. Tek ona ibadet etmeyi emredir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ مَا اُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا اُرِيدُ اَنْ يُطْعِمُونَ اِنَّ اللّٰهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينَ. Allah Azze ve Celle buyurur ki ben cinleri ve insanları yalnız bana ibadet etmek için yarattım. Onlardan beni ruzilendirmeyim, onlardan ne ruzi istəyirəm, ne de beni yedirmelerini istəyirəm. Hakikaten Allah ruzi veren ve yenilmez kuvvet sahibidir. Allah Azze ve Celle başka ayda buyurur ki وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُ بِهِ شَيْئًا. Allah'a ibadet edin, ona hiç neyi şerik koşmayın. Bu İslam'ın emridir, en baş emridir. وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Rabbiniz emretti ki yalnız ona ibadet edin, valideyninle güzel davranın. İslam'ın en azametli emridir. Bu Allah'ın kulları üzerinde en birinci hakkıdır. Nece ki Peygamber sallallahu aleyhi ve sellem Muaz radıyallahu anh'a diyor ki etedri me hakkullah alel ibad ve hakkul ibad alallah. Ey Muaz, sen bilirsen mi Allah'ın kulları üzerinde hakkı nedir ve kulların Allah üzerinde hakkı nedir? Diyor ki Allah ve Resulü alem. Allah ve Resulü daha yaxşı bilir. Diyor ki hakkullah alel ibad en ya'buduhu ve la yushriku bihi şey'a. Ona Allah'ın kulları üzerinde hakkı, Allah'a ibadet etsinler. Ona hiç neyi şerik koşmasınlar. Ve hakkul ibad alallah en yudhile el cennete men la yushriku bihi şey'a. Ve kulların da Allah üzerinde hakkı da odur ki kim
Allah'a şərik qoşmazsa, Allah onu cənnətə daxil edər. Bu haqqı qul Allah üzərinə vacib etməyib. Allah Azze ve Celle fəzilət olaraq öz üzərinə vacib etmişdir. Əziz müsəlmanlar, İslamın ən əzəmətli haqqı, ən əzəmətli əmri tövhiddir. Bütün peyğəmbərlərin dəvəti tövhid dəvəti olmuşdur. Tək Allah Azze ve Celle'yə ibadətə çağırmışlar. Hamısı bütün peyğəmbərlərin dəvətinə Quran-ı Kərimdə baxsanız nə deyirlər? Va'budullah ma lakum min ilahin gayru. Hamısı eyni cümləni təkrar edib buyurublar ki, Allah'a ibadət edin. Sizin ondan başqa bir ilahınız yoxdur. Səni yoxdan var edən Allah Azze ve Celle'dir. Səni ruziləndirən Allah Azze ve Celle'dir. İstədiyiniz verən Allah Azze ve Celle'dir. Sıxıntıda əlini qaldıraraq dua etdiyində duanı qəbul edən odur. Əmmən yucibul muttarra izə da'a. Sıxıntıda dua edərsə onun duasına cavab verən kimdir? Allah Azze ve Celle'dir. Bunu bildiğin halda necə sən Allah'tan başkasından yardım istəyirsən, Allah'tan başkasını çağırırsan, ona dua edirsən, o səni yarattığın halda Peygamber sallallahu aleyhi ve selleme sual verilir ki, eyyü zembin a'zam, hansı günah en böyüktür? Günahların en büyüğü, en pisi hansıdır? Deyir ki, Allah səni yarattığı halda Allahla beraber başkasına ibadet etməyindir. Subhanallah. Və bugünkü günü özünə müsəlman deyən insanların halına baxırsan, çox təəssüf olsun ki, İslam dünyasının əksər ölkələrində hal eynidir. Allah'ı qoyub bütlərdən, ağaçlardan, daşlardan, qəbirlərdən kömək istəyirlər. Salihlərin qəbirini Allah'a yaxınlaşmaq üçün güya vəsilə tutub deyərək onlara ibadət edirlər. Qurbanlarını onlara kəsirlər. Bu filan kəs əfəndidir, bu filan övliyadır, bu filan imamdır, bu filan pirdir, bu filan çınar ağacıdır, bu filan eytiqaddır deyərək Allah'tan başqalarına özünə ilahlar götürüblər. Allah Azze ve Celle onların halını Kur'an-ı Kerim'de bize beyan edip, onlar da eyni Mekke müşriklerinin şüphesini getirirler. Mekke müşrikleri ne deyirdiler? مَا نَعْبُدُهُمْ اِلَّا لِيُقَرِّبُونَ اِلَى اللّٰهِ زُلْفَى. Biz, bu şeyler bizi Allah'a yakınlaştırsın diye onlara ibadet edirik. Eyni şüphəni getirerek deyirlər ki, biz bunlara ibadet etmirik. Biz Allah'a yakınlaşmak için edirik. Xeyr, Allah'a yakınlaşmak için her hansı bir vəsiləyə ehtiyac yoktur. İbadet məqamında bir vasiteye ihtiyacın yoktur. Allah Azze ve Celle ibadet məqamında hatta öz Rasulunun vasitəçiliyini kaldırmıştır. وَاِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَاِنِّي قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ. Allah Azze ve Celle buyurur ki, kullarım senden mən haqda soruşduqda mən onlara yaxınam. Dua edenin duasını qəbul ederim. Demedi ki, de ki mən onlara yaxınam. Peygamber sallallahu aleyhi ve sellemin vasitəçiliyini, duanı qəbul etme makamında aradan kaldırdı. Deməli Allah Azze ve Celle her ondan isteyenin duasını qəbul eder. Yeter ki sen iste. Ve insan bilmelidir ki Allah'tan başka dua ettikleri onlara hiç ne fayda vermeyecek. وَالَّذ۪ينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِطْمِيرٍ. Allah Azze ve Celle bilir ki ondan başka dua ettikleri hurmanın içindeki life bile sahip değiller. İn ted'uhum la yesma'u du'akum ve lev semi'u mestecabu lekum ve yevmel kıyameti yekfuruna bi şirkukum ve la yunebbi'uke mislu habir. Allah Azze ve Celle buyurur ki ayanın devamında, siz onları çağırarsınızsa onlar sizin duanızı eşitmezler. Fərz edək ki eşittiler. Dualarınızı kabul edebilmezler. Ve kıyamet günü de sizin onları Allah'a şerik koştuğunuzu inkar edecekler. Ve la yunebbi'uke mislu habir. Sana habir olan, her şeyden haberdar olan Allah kimi hiç kes haber verebilmez. Aziz Müslümanlar, İslam'ın esası budur. İslam tövhid dinidir. İslam saf əqidə dinidir. İslam insanın əqidəsini qorumağa əmr edir. Və Allah'a şərik qoşmaq en büyük günahdır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki, İnna Allah la yaghfiru en yushrike bi ve yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşanı əsla bağışlamaz. Ondan aşağını istediğine affeder. Aziz Müslümanlar, İslam'ın esası budur. Tevhid əqidəsidir. Ve həmçinin aziz Müslümanlar, İslam dini insanın inancını, dinini korumaqla beraber ikinci insanın koruduğu insanın irzidir, insanın namusudur.
insanın nəslidir və buna görə də Allah Azze ve Celle fuhuş işləri bizlərə qadağan edib, insanlara qadağan edib və bu bütün dinlərdə qadağan olunmuş bir şeydir. Allah Teala buyurur ki: "Və la taqrabuz zina." Zinaya yaxınlaşmayın. Zina etməyin demir, zinaya yaxınlıq etməyin. Yəni zinaya aparan yollardan da uzaq durur. Nəinki birbaşa zina etmək, gözünüzlə də, əlinizlə də, qulağınızla da zinadan özünüzü qoruyun. Tam uzaq durun, yaxınlaşmayın. Və Allah Azze ve Celle'nin haram ettiği, insanları helak eden 7 büyük günahtan biridir. Necə ki Resulullah sallallahu aleyhi ve sellem 7 büyük helak edici günahları sayanda onlardan biri de zina etmeyi sayır. Ve həmçinin Allah Azze ve Celle buyurur ki, cennet ehli, hem Rahman'ın həqiqi kulları hakkında buyurur ki: وَالَّذ۪ينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهِ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ ف۪يهِ مُهَانًا. Allah Azze ve Celle buyurur ki, Rahman'ın həqiqi kulları kimlerdir? Onlar Allah'la beraber başkasına dua etmezler, başkasını çağırmazlar, Allah'ın haram kıldığı nefse kıymazlar, onu öldürmezler ve zina etmezler. Kim bunlardan birini ederse yelga esame, büyük günaha düşer. Yudaaf lehul azabu yevmel kıyame. Kıyamet günü onun azabı kat kat artırırlar. Ve yahlud fihi muhana. Ve orada alçaldırıcı şekilde ebedi kalar. Ona göre insan korkmalıdır. İnsan bilmelidir ki Allah Azze ve Celle'nin hədləri var. O hədləri koruması lazımdır. O hədlərdən biri de insanların namusudur. Ve Peygamber sallallahu aleyhi ve sellem bizlere beyan edir ki insanların La ilahe illallah Muhammeden Resulullah diyene kadar diyenden sonra insanların malı, kanı, namusları diğerlerine haram olmuştur. Aziz Müslümanlar, həmçinin dinimizin koruduğu, yani İslam'ın irzi koruma meselesinde emrettiği meselelerden biri de nedir? İnsanın diline sahip çıkıp başkalarının namusuna dil uzatmamak. Teyce bu zina ile olmur. Dille de bir insanı pis yolda ittiham etmek. Bu da çok tehlikeli bir şeydir. İnsanların namuslu insanlara namussuzlukta ittiham etmek bu büyük günahlardandır. İster bu kişi olsun, ister kadın olsun. İnsanlar öyle bilir ki teyce bunu kadınlara demek olmaz. Hatta kişilere de demek olmaz. Bir kişini zinakarlıkta, zinada, fuhuş işlerde ittiham etmek veya kadını ittiham etmek büyük günahlardandır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki: وَالَّذ۪ينَ يَرْمُونَ الْمُحْسَنَاتِ ثُمَّ لَمْ يَأْتُوا بِأَرْبَعَةِ شُهَدَاءَ فَاجْلِدُوهُمْ 80 جَلْدًا وَلَا تَقْبَلُوا لَهُمْ شَهَادَةً أَبَدًا وَاُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ. O insanlar ki namuslu kadınlara dil uzadarlar, onları ittiham ederler, onlara 80 şallah vurur. Onların şahitliğini hiç zaman hiç yerde kabul etmeyin ve onlar fasiklerdir. İllellezine tabu min ba'di zalika ve aslahu fe innallaha gafurur rahim. Kimler ki tövbe edip ıslah olarlarsa Allah bağışlayandır. Yani fasiklik adı ondan sonra kalkar. Her yerde de ona fasik damgası vurulur. Tövbe etmedikçe fasik damgası vurulur. Aziz Müslümanlar, İslam'ın koruduğu önemli meselelerden biri de insanın canıdır, insanın kanıdır, insanın nefsidir. Allah Azze ve Celle buyurur ki: وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ اِلَّا بِالْحَقِّ. Allah'ın haram ettiği nefsi öldürmeyin. Yalnız hakkıyla istisnadır. Hakkı da senin hakkı elinde değil. O hakimin elindedir. Orada da hakkı nedir? İnsan mürted olarsa veyahut diye ki başkasının hayatını insanı öldürerse kısas məqsədiyle hakim tarafından icra olunandır. Ve çünkü Allah Teala buyurur ki: وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاتٌ يَا أُولُوا الْأَلْبَابِ. Ey akıl sahipleri, kısasta sizin için hayat vardır. Çünkü insan nefsini korumanın en güzel yolu kısastır. Çünkü bugünkü gün insanlar birbirinin kanına asanlıkla akıdırlar. Deyir ne olasıdır? Öldüreceğim 5 yıl, 10 yıl, 15 yıl gidip yatacağım, çıkacağım. Ama bilse ki bu bir insanın hayatına kıysa onun da başı gidecek. Hiç zaman ağlından insan hayatına kıymak geçmez belə. Ona göre Allah Teala ne diyor? وَلَكُمْ فِي الْقِصَاصِ hayat. Sizde kısasta sizin için hayat var. Hayatınızı korumak var diyor. Allah Azze ve Celle kulları için neyin məsləhət olduğunu kullarından daha yaxşı bilir. Ve Allah Azze ve Celle bu yüzden insan Müslümanın kanını akıtmaya qadağan etmiştir. Allah Resulü sallallahu aleyhi ve sellem hadiste buyurur ki: لَزَوَالُ الدُّنْيَا وَمَا فِيهَا اَهْوَنِ عَلَى اللّٰهِ مِنْ اِرَاقَةِ دَمِ مْرِئٍ muslim. Dünyanın ve dünya içindekilerin yok olması
Allah yanında bir Müslümanın qanını axatmaqdan daha yüngüldür. Başqa bir hədisdə buyurur ki, Kəbənin dağıdılması Allah katında bir Müslümanın qanının axıdılmasından daha yüngüldür. Və o insanlar ki, Müslümanların qanını axıtmaqda səhlənkarlıq edirlər. Onlar düşünsünlər ki, onların etdikləri günah elə belə bir günah deyil. Allah Azze ve Celle buyurur ki, وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمْ خَالِدًا فِيهَا وَغَضِبَ اللّٰهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا. Bir kim ki bir mümini qəsdən öldürərsə, وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا qəsdən öldürərsə فَجَزَاؤُهُ cəhənnəm. Onun cəzası cəhənnəmdir. خَالِدًا فِيهَا. İkinci nədir? Orada əbədi qalacaq. وَغَضِبَ اللّٰهُ عَلَيْهِ. Allah ona qəzəblənəcək. Allah ona qəzəblənər. وَلَعَنَهُ. Ona lənət edər. وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا. Ona şiddətli əzab hazırlayar. Baxın, 5 qat əzab gəlib, 5 qat vəid gəlibdir. Bir insan bir insanın qanını axıdarsa, ona görə insan qorxmalıdır. Müslümanın qanı bilməlidir ki, onun üçün haramdır. Müslümanın canı onun üçün haramdır. Hətta insan məcburiyyətdə qalsa belə, yenə də başqasının qanını axıda bilməz. Yəni sənin başına silah dirəsələr ki, ya sən öləcəksən, ya filankəsi öldür, deyirsən məni öldürün, amma başqasının qanını axıtmaq haqqın yoxdur. Çünki o Allahın sənə haram etdiyi nəfsdir və dinimiz insanları qorumaq üçün, insanların canını qorumaq üçün gəlib. Ona görə dinimiz terroru qadağan edir. Dinimiz terrorun əleyhinədir. Terroru hər bir halda pisləyir. İslam dini əmin-amanlıq, sülh dinidir. İnsanları sülh içərisində, əmin-amanlıq içərisində yaşamağa çağıran bir dindir. İslam dini əmin-amanlıq dinidir. İslam dini İnsanları qorxutmağı, insanları təhlükədə, həyatlarını təhlükəyə salmağı hər bir halda qadağan etmişdir. Və bilin ki, terrorçunun dini yoxdur. Özünü hər hansı dinə nisbət etsə də belə onların dini yoxdur. Dini olan bir insan Allah Azze ve Celle'nin hədlərini qoruyar. Allah Azze ve Celle'nin haram etdiyi nəfslərə qıymaz. Əziz müsəlmanlar, İslamın göndərdiyi, əmr etdiyi, qorunması əmr etdiyi məsələlərdən dördüncüsü də İslam dini insanın ağlını qorumaq üçün gəlmişdir. İnsanın ağlını qoruyur. Və ağlı qorumaq üçün Allah Azze ve Celle bizlərə şübhələr qapısını qadağan etmişdir. Ağlı pozan, şübhə qapısı ilə pozan şeyləri qadağan etmişdir. Ona görə bidət əhlinə qulaq asmaq, bidət əhlini dinləməyi dinimiz bizə yasaq etmişdir. Çünki niyə? Sənin ağlını qarışdıran insanlardan uzaq durman lazımdır. O insanlar ki, sənin ağlını qarışdırır, sənin ağlını körlayır, o insanlardan uzaq durman lazımdır. Həmçinin əziz müsəlmanlar, İslamın əmr etdiyi, qorunmasını əmr etdiyi məsələlərdən beşincisi də İslam dini insanların malını qorumaq üçün gəlmişdir. O yüzden dinimiz oğurluğu haram etmiştir. Oğrunun əlini kəsməyi əmr etmişdir. وَالسَّارِقَةُ فَقْطَعُوا أَيْدِيَهُمَا. Allah Azze ve Celle buyurur ki, oğru kişi ve kadının əlini kəsin. Bakın, cəzasına bakın ki, o insanın əli kəsilir. Bir insan 1 gram qızılın qiymətindən və ondan daha yüksək, yəni 1/4 dinar və ondan daha yüksək miqdarında bir şey uğurlayarsa, onun əli kəsilir İslamda. Hətta mal sahibi desə ki, mən əff etdim desə belə keçmir. Bu Allahın haqqıdır. Mal sahibinin haqqı deyil. Şikayətçi deyiləm desə belə onun əli kəsilir. Və ondan sonra o şəkildə yaşayır həyatının sonuna qədər. Hər kəs də o damğanı onda görür. Baxın, dinimiz insanların malını necə qoruyur. Əgər bu şəriət hökmləri insanlarda tətbiq olunarsa, bu saydığımız 5 məsələ tətbiq olunarsa, insanların əqidəsi də düzələr. İnsanların Allah qorxusu artar. İnsanların fuhuş məsələlər aradan qalxar və insanların canı qorunmuş olar, insanların ağlı qorunmuş olar və insanların malı qorunmuş olar. Həmçinin dediyimiz kimi insanların ağlı qorunma məsələlərindən Allah Azze ve Celle içkini və ağlı aparan narkotiki qadağan etmişdir. Bu şeylər o şey ki ağlı aparır, dinimiz onu haram edib. Allah'ın haram etdiklərinə yaxın durma. Allah'ın haram etdiklərinin ticarətini etmə. Allah'tan qoruq. İnsanların ağlını bulandırma. İnsanların ağlını körlama. Qiyamət günü buna görə sən cavab verəcəksən. Qarnına apardığın hər haram tikiyə görə cavab verəcəksən. Necə ki hədisdə buyurur, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, hər bir haram tikə bədəndə haram ət bitirir. Haram ət də cəhənnəm oduna daha layiqdir. Özünü cəhənnəmdə bununla yandırma. Etdiyin dualar qəbul olmayacaq. Çünki Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir insan səfərə çıxar, dua edər, saçı dağınıq, toz torpaq üzərində ya Rabbi, ya Rabbi deyər. Lakin yediyi haram, içdiyi haram, haramla qidalanır. Onun duası niyə qəbul olsun?
Deməli, haramla qidalanan, haram yeyən, ailəsinə haram yedizdirən, narkotik pulu yedizdirən insanlar bilsin ki, onların duaları qəbul olmayacaq. 100 də dua etsələr qəbul olmayacaq. Və yedikləri qarınlarında ateşə dönəcək. Nə qədər ki, yol yaxındır, nə qədər ki, ölüm yaxalamayıb sizi, tövbə eləyin bu qapıya. Allah Azze və Cəllədən qorxun. Allah Azze və Cəllənin əmr etdiyi əcəl günü yaxınlaşmazdan öncə tövbə elə. O haram pullardan imtina elə. Allah Azze və Cəlləyə qayıt. Bil ki, Allah Azze və Cəllənin haram etdiyi şeydə heç zaman bərəkət olmaz. Əziz müsəlmanlar, İslam dini həmçinin insana gözəl əxlaqı əmr edir. İnsanın gözəl əxlaq sahibi olmasını əmr edir. Allah Azze və Cəllə öz Rasulunu vəsf edərək buyurur ki, وَاِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ Həqiqətən sən gözəl bir əxlaq üzərindəsən. Və İslamın əxlaqındandır ki, insan edilən pislikləri yaxşılıqla dəf etməlidir. Allah Teala Quran-ı Kərimdə buyurur, اِدْفَى بِالَّتِي هِيَ أَحْسَنٍ Sən pisliyi yaxşılıqla dəf et. فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ Əgər sən pisliyi yaxşılıqla əvəz edərsənsə, sənə pislik edənə yaxşılıq edərsənsə, o zaman arada olan düşmənçiliyin yaxın bir dostluğa çevrildiyini görərsən. Və buna da yalnız səbr edənlər və böyük pay sahibləri nail olar. Və İslam dini, baxın, pislik edənə belə yaxşılıq etməyi əmr edir. Və insana qəzəblənməməyi əmr edir. Allah Azze və Cəllə cənnət əhlinin sifətlərindən biri buyurur ki, وَالْكَاظِمِينَ الْغَيْظِ Onlar qəzəblərini boğarlar. Qəzəblənməzlər. Qəzəblənəndə özlərinə sahib çıxarlar. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim ki Allah üçün qəzəbini boğar, qiyamət günü bütün insanların, bütün məxluqatın eşitdiyi şəkildə çağırırlar ki, ey filankəs oğlu filankəs, gəl istədiyin hurilərdən seç deyə. Mükafatına baxın, subhanallah. Niyə? Çünki Allah üçün dünyada qəzəbini boğdu. Həmçinin İslamın əmr etdiyi gözəl əxlaqdandır ki, insanları əff etməyi bacarmaq. وَالْعَافِينَ عَنِ النَّاسِ İnsanları əff etmək. Allah Azze və Cəllə digər ayədə buyurur ki, وَلْيَعْفُوا وَلْيَسْفَحُوا أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللّٰهُ لَكُمْ Onlar əff edib bağışlasınlar. Siz də istəmirsinizmi Allah sizi bağışlasın? Allahın səni bağışlamağını istəyirsənsə, sənə pislik edən hər bir müsəlman qardaşını bağışla. Nə olursa olsun, arada nə olursa olsun. Dünya işinə görə düşmənçilik sürdürmə, düşmənçiliyi davam etdirmə. Düşmənçilik yalnız bizə zərər verir. Müsəlman qardaşını qucaqla, müsəlman qardaşını bu mübarək gündə əff elə. Bu gündə sən onunla qucaqlaşıb görüşməyəcəksənsə, nə zaman görüşəcəksən? Müsəlman qardaşınla nə zaman barışacaqsan? Və həmçinin Allah Azze və Cəllə buyurur ki, Vallahu yuhibbul muhsinin Allah ihsan edənləri sevər, yaxşılıq edənləri sevər, yaxşı əməlləri çoxalt, salih əməlləri çoxalt, gözəl əxlaq sahibi ol, insanlarla gözəl davran. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, kim böyüklərimizə hörmət etməzsə, kiçiklərimizə rəhm etməzsə, alimlərimizin qədrini bilməzsə, o bizdən deyil. Bu üç vəsiyyətə diqqət et. Həmişə bu üç vəsiyyəti qədrini bil. Böyüklərə ehtiram, kiçiklərə rəhmət və elm əhlinin də dəyərini bilmək. Bu sənin əsas qayen olmalıdır həyatda. Bu üç qayə ilə yaşayarsansa, Peyğəmbər sallallahu aleyhi ve sellem həqqi ümmətindən olarsan. Bu üçündən birini itirərsənsə, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisdə etdiyi vəidi qazanmış olarsan ki, deyir, bizdən deyil, deyir. Onlar Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətindən olmaq istəyirsənsə, bu üç vəsfi özündə cəm et. Əziz müsəlmanlar, bugün həqiqətən sevinç günüdür. Bugün özündə xeyirləri cəm edən mübarək bir gündür. Və Allah Azze və Cəllənin bizlərə etdiyi əmirlər, qadağalar, hər bir müsəlmanın üzərinə vacibdir ki, bu əmr qadağaları öyrənsin. Bu əmr və qadağaları həyatında tətbiq etsin. O dini, bu dini ən gözəl şəkildə yaşasın. Əqul həzəl qavl və əstəğfirullah li və ləkum min kulli zəm fəstəğfiruh, innəhu vəl-ğafurur rahim. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين وارض اللهم عن خلفاء الراشدين أبي بكر وعمر وعثمان وعلي وعن سائر أصحابه أجمعين ومن تبعهم بإحسان إلى يوم الدين. Və bəd, əziz müsəlmanlar, Allah Azze və Cəllə bu günü bizim üçün 2 qat bayram edib, 2 qat mübarək edib. Həm bu gün müsəlmanların Ramazan bayramıdır, həm də bu gün müsəlmanların cümə günüdür, həftəlik bayramıdır. Və bu əgər bayram namazı ilə
Cümə günü üst-üstə düşərsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini tətbiq edirik. Rasulullah sallallahu aleyhi və səlləmin zamanında da bir dəfə bayram namazı ilə cümə namazı üst-üstə düşür. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, bugün 2 bayram üst-üstə düşüb. Kim bayram namazını qılırsa, bundan sonra istəsə cümə namazına gələr, istəsə gəlməz. Yəni bayram namazını qılanlar üçün cümə namazının hökmü sünnət olur. Lakin deyir, inna mücəmmiun. Lakin imam deyir ki, biz cüməni qılacaq. Yəni imam cüməni qılacaq. Biz cümə namazını inşallah biz də hədisi tətbiq edərək cümə namazına gələcəyik. Cümə namazını inşallah qılacaq. Lakin kim ki bayram namazını qılıbsa, o cümə namazına ona gəlmək vacib deyil, sünnətdir. Lakin təbii ki, gəlməsi onun üçün daha xeyirlidir, daha yaxşıdır. Və inşallah Azə və Cəllədən istəyirəm ki, Allah Azə və Cəllə etdiyiniz ibadətləri qəbul etsin. Tutduğunuz oruçları, qıldığınız namazları qəbul eləsin. Allah Azə və Cəllə bizi bu aydan bağışlanaraq çıxan qullarından eləsin. Allah Azə və Cəllə günümüzü mübarək eləsin. Allah Azə və Cəllə bizim bayramımızı xeyirli, bərəkətli eləsin. Allah Azə və Cəllə bizləri xeyir, salih əməllər üzərində davam edən qullarından eləsin. Allah Azə və Cəllədən istəyirəm ki, Allah Azə və Cəllə bizləri salih əməlləri artıran, salih əməllərdə davamlı olan qullarına eləsin. Əməllərini təkcə Ramazanda edənlərdən etməsin. Çünki necə ki alimlər, sələf alimləri buyururlar ki, o insanlar ki təkcə Ramazanda Allaha ibadət edir, deyir Allahı Ramazanda tanıyan insanlar necə də pis insanlardır. Yəni o pis insanlardan olma. Allah Azə və Cəllə sənə təkcə Ramazanda ruzi vermədi. Səni təkcə Ramazanda neymətləndirmədi. Allah Azə və Cəllə həmişə sənə neymətlər verdi. Ona görə də Allah Azə və Cəllə hər zaman ibadət et. İbadətini davamlı et. Bu xeyir əməlləri il ərzində davam etməyə çalış. Allah Azə və Cəllə istəyirəm ki, bizi xeyir əməllərə müvəffəq eləsin. Allah Azə və Cəllə millətimizə, xalqımıza hidayət versin. Onların qəlbinə iman nurunu salsın. Allah Azə və Cəllə xəstələrimizə şəfa versin. Vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah Azə və Cəllə müsəlmanları şərdən, fitnədən qorusun. Allah Azə və Cəllə dünyanın hər yerində zülmə məruz qalmış müsəlmanların qanını qorusun. Allah Azə və Cəllə bütün zəif, gücsüz müsəlmanlara yardım eləsin. Allah Azə və Cəllə ac, susuz olan müsəlmanları yedirsin, onlara yardım eyləsin. Allah Azə və Cəllə istəyirəm ki, Allah Azə və Cəllə zalimlərin şərrini özünə qaytarsın. Allah Azə və Cəllə kafirlərin müsəlmanlara qarşı qurduğu hilələri öz başlarında çartlasın. Onları, hilələrini özlərinə qaytarsın. Allah Azə və Cəllə onları zəlil etsin. Onları aləmlərə, bütün insanlara ibrət eyləsin. İnsanlara ibrət olaraq, ayət olaraq göstərsin. Allah Azə və Cəllədən istəyirəm ki, Allah Azə və Cəllə bizləri Allah üçün bir-birini sevib, Allah üçün bir araya gəlib, Allah üçün ayrılan qullarına eləsin. Və təkrar hər birinizin bayramını təbrik edirəm. Və bugün sünnədə gələn odur ki, bayram namazından sonra təbrikləşmək bayram namazından sonra olur. Bayram namazından sonra təbrikləşmək Peyğəmbər sallallahu əleyhi və səlləm səhabələrinin etdiyi xeyir əməllərdəndir, sünnə əməllərdəndir. Və insanlar arasında küslük varsa, o küslük bugün getməyəcək. Bəs nə zaman gedəcək? Küslüklər barışsın, insanlar bir-birini ziyarət etsin, evlərində ziyarət edərək bayramlarını təbrik eləsin və hər birinizin də təkrar bayramını təbrik edirəm. Aqul hazal qawl və estəğfirullah li və lakum min kulli zəm fəstəğfiruh innehu vel gafurur rahim.